Salam, bugün sizlə saçıma keratin eləməyə gedirik. Burada mən sizə manqamı göstərmək istəmişdim, amma həmin gün manqanı gəncim oldu uğurladılar. Burada artıq biz salondayıq, saçım yuyulur, daha sonra qurudulub keratin vurulacaq. Hardasa 1 saat, 1 saat yarım keratini saxlamalıydım. Niyə bu qədər xoşbəxtim özüm də bilmirəm bu arada. Və bu video bir həftə əvvəlin videosudur. Sadəcə qrip idim deyə səsləndirə bilmirdim. Artıq keratin vurulub saçıma. Biraz gözümü yandırırdı. Arada havaya çıxırdım. Bəzən də əlimdə bu ventilyatorla gəzirdim içəridə. Mənim saçımda rəng fərqi çox olduğu üçün bir həftə sonra bura mütləq yenidən gəlməliyəm. Burada da görürsüz rəng fərqini. Və saç uclarımda həm yanıqlar, həm də quruluqlar var idi deyə saç kəstirmək məsləhəti mənə daha məntiqli gəldi. Onsuz da saçım çox uzun sayılmazdı. Həm də 2018-dən bəri saçımı qısa istifadə edirəm. Mənim üçün çox da çətin bir qərar olmadı. Mən ilk dəfə də saçımı bu qədər sakit görürdüm. Sakit demək daha uyğun olar. Çünki saçım həmişə gür və buruq olub. Açığı nəticəni də çox bəyəndim. İstərdim ki, siz də məndən fikirlərinizi bölüşəsiniz və ya suallarınız varsa yaza bilərsiniz.